Nərmin Aşurzadə ilə idarəetmənin əsasları efirdədir. Salam, hər vaxtınız xeyir olsun. Artıq daimi dinləyicilərimiz bilir ki, həftənin 4-cü günüdürsə, bu o deməkdir ki, bugünkü həmsöhbətim məhz yüksəliş müsabiqəsinin daha bir qalibi olacaq. Bugün açığı çox sevincliyəm, çünki 5-ci yüksəliş müsabiqəsinin yeganə qalibi olub, yəni qadın qalibi olub daha doğrusu. Bu fakt sevindirmir ki, azdı sayılar, amma sevindirən tərəf odur ki, Fatimə Eyyub studiyamızdadır. Xoş gəlmisiniz Fatimə xanım, necəsiz? Xoş gördüm, yaxşıyam, çox sağ olun, siz necəsiz? Təşəkkür edirəm. Bu yeganə qadın qalib bu il olmaq necə bir hissdir? Çox sevindirici deyil. Hər nə qədər müəyyən müsbət nəticələr mənim üçün, yəni şəxsi karyera olaraq olsa da, xoş hiss deyil. Yaxşı olardı ki, çox olsun xanım qaliblərin sayı. İnşallah ki, növbəti illərdə daha çox olacaq. Bax, siz özünüz üçün də, yəni necə düşünürsünüz? Niyə qadınlar çox olmur qaliblər arasında? Əslində müraciət də mən düşünürəm ki, çox deyil, bir 20-30% olur deyəsən. Statistika olaraq daha aşağıdır. Qadınlara müraciət edən qadınların sayı statistik olaraq kişilərə münasibətdə azdır. Amma bizdə bu il yarım finalda kifayət qədər çox sayda xanım iştirakçı var idi. Hətta bizdə finalda minimal o bal ki toplandı, onunla qaliblər oldu da ilk 20 nəfər. Yəni 21-ci yerdən etibarən artıq çox sayda xanımlar var idi. Belə ardıcıl olaraq. Sadəcə mən düşünürəm ki, bunun əsas səbəblərindən biri odur ki, yüksəlişdə elə yumşaq bacarıqlar və s. yoxlanır ki, hansılar ki, müəyyən mənada müstəqil qərar vermə qabiliyyətini inkişaf etməyini tələb edir işdə. Yəni müstəqil qərar vermə səlahiyyətinin olmasını tələb edir. Elə səlahiyyətlərin olmasını tələb edir ki, onlar xanımlara biraz daha gec verilirlər müqayisədə. Yəni mən özüm də iş həyatında bunu yaşamışam. Ona görə düşünürəm ki, əsas səbəblərindən biri də budur. Yəni işdə qadınlara şərait yaratmırlar ki, qərar versinlər. Belə deyim, mən məsələn bir neçə il əvvəl işlədiyim müəssisələrdən birində, belə deyək, elə bir vəziyyət var idi ki, kişilərə daha çox vəzifə verilirdi o məntiqlə ki, o ailə saxlayır. Amma xanımlar ailə saxlamır, deməli ona daha gec vermək olar o vəzifəni və yaxud əmək haqqını, səlahiyyəti və s. Ona görə, yəni əslində biraz humanistik güya ki, əsaslardır. Yəni kişiyə də onu verirlər ona görə ki, ailəsinə daha yaxşı qatqıda buluna bilsin, amma bir yerdə də məhdudlaşdırır da xanımların inkişafını. Bəli. Nəysə, istəyirəm biz bugün həm də iş həyatında şəxsi brendinq və özünü düzgün tanıtmaq haqqında da danışaq. Mütləq müzakirəmiz olacaq və sizə məhz hansı bacarıqlar kömək etdi ki, yüksəlişdə qalib gələsiz, bunlarla bağlı da danışacağıq. Amma indi efrimizdə çox qısa reklam olacaq və daha sonra qayıdırıq. Mövzu ilə bağlı suallarınız yaransa, siz də bizimlə əlaqə saxlaya bilərsiniz. Telefon nömrəmiz 012 404 11 22-dir. Nərmin Aşurzadə ilə idarəetmənin əsaslarını dinləyirsiniz. İndi isə müzakirə edəcəyik ki, ümumiyyətlə şəxsi brendinq nədir və bayaq reklam fasiləsində Fatimə xanım dedi ki, mən çox fikir vermişəm ki, əslində şəxsi brendinq düzgün tanıdılmır və insanlar özləri də özlərini düzgün tanıda bilmirlər. Ona görə bilmək istəyirəm ki, sizə görə şəxsi brendinq deyəndə nəyə başa düşmək lazımdır? Əslində çox geniş mövzudur və yanaşmalar da fərqlənir. Mənə görə şəxsi brendinq tək insanın peşəkar keyfiyyətlərindən ibarət deyil. Yəni filan kəs yaxşı hüquqşünasdır, yaxud yaxşı maliyyəçidir kimi deyil. Ondan ibarət deyil çünki insan. Orada peşəkar mühitdə şəxsi keyfiyyətlər də əhəmiyyət daşıyır. Yəni o insanın iş mühitində necə davrandığı digərlərinə münasibətdə, onunla bağlı geri dönüşlərin və fikrin nə olduğu. Misal üçün, insan konfliktli insandırsa, xəssiyyət olaraq, bu da onun şəxsi brendinin bir hissəsidir, bir elementidir. Yaxud da ki, iş prosesini asanlaşdıran və yeri gələndə geri addım ata bilən bir insandırsa, məsələn, bu da onun şəxsi brendinin bir elementidir. Yəni tək yaxşı hüquqşünas, yaxşı riyaziyyatçı, yaxşı maliyyəçi olmaqdan ibarət deyil deyə düşünürəm. Bir də bəzən elə bir münasibət yaranır ki, sanki şəxsi brendinq təkcə elə sosial şəbəkədən ibarətdir, yəni sosial şəbəkədə yaradılan brenddən ibarətdir. Amma mən elə olduğunu da düşünmürəm. Çünki hüquqşünaslardan misal çəksəm, elə hüquqşünaslarımız var ki, ümumiyyətlə sosial şəbəkə hesabı yoxdur, səhifəsi yoxdur. Amma məsələn, ağla qiymətli kağızlar deyəndə həmin adam gəlir, yaxud ağla vergi mübahisələri deyəndə həmin adam gəlir.
Ona görə Yəni tək sosial şəbəkədə aktiv olmadan da adam öz şəxsi brendinqini qura bilər. Amma yəqin ki, bu bütün sahələrə aid deyil. Məsələn, müəyyən bir istiqamət var ki, hüquqşünas dediyiniz o sahələr var ki, onunla kim maraqlanırsa, o insanlar onu tanıyır. Amma kütlə onu tanımayacaq. Bəli, kütləyə xidmət edən sahələr, hansılar ki, məsələn, hüquqşünasa ancaq hüquqşünasa ehtiyacı olan müraciət edir də, belə deyək. Amma elə sahələr var ki, onlar ümumiyyətlə yəni bütün həyatımızın ortasındadılar da, mərkəzindədirlər və hər gün zərurət olur müraciət edirik və s. Onlar üçün sosial şəbəkə daha yaxşı bir vasitədir. Amma indi hüquqşünaslar da çox aktiv. Çoxdur. Bəli, özlərini tanıdırlar. Hə, yəni kifayət qədər öz Bəli. çalışırlar ki, tanınsınlar. Bəli. PR-ların, bəziləri məsələn yumorla edir. O boşanma ilə bağlı olan Bəli. memlər var. Hə, fərqli və bəyənilir də. İnsanlar artıq onları tanımağa başlayır. Bəli, mən sosial şəbəkəyə, yəni səhv anlaşılmaq istəmirəm. Sosial şəbəkəyə qarşı deyiləm şəxsi brendin tanıdılmasında. Yəni sadəcə qeyd etmək istəyirəm ki, mənim özümün də sosial şəbəkədə məsələn işimlə bağlı səhifəm var və mən bir ara ondan özəl sektorda işləyəndə çox aktiv istifadə eləyirdim. Gündəlik olaraq mən orada daha gənc mütəxəssislərə tövsiyələr verirdim, yeni fəaliyyətə başlayanlara və s. İndi o qədər aktiv istifadə eləmirəm. Yəni özüm də onun bir hissəsi olmuşam çox aktiv şəkildə. Sadəcə qeyd etmək istirdim ki, tək bununla deyil. Yəni elə şəxslər var ki, ümumiyyətlə heç sosial şəbəkə hesabı yoxdur, LinkedIn-i belə yoxdur, amma yenə də onun adı gəlir ağla ilk. Çünki networkdur, insanların tövsiyələridir, insanlarda formalaşan fikirdir və s. onlar çox böyük əhəmiyyət daşıyır. Bir də məsələn maraqlıdır ki, korporativ mühitdə nələr dəyişdi ki, adi ofis işçisi belə çalışır ki, onun şəxsi brendinqi üzərində, yəni çalışır ki, yaxşı olsun, onu tanısınlar, mütləq öz fikrini paylaşmağa ehtiyac duyur. Çünki əvvəllər sanki bu ancaq müğənnilər, aktyorlar, aktrisalar, daha səhnədə olanlar üçün idi. Amma indi ofisdə oturan belə istəyir ki, bəli, onun şəxsi brendinqi ilə məşğul olsun. Belə bir şey deyim, mən özüm ofis işçisi olmuşam, indi məsələn dövlət orqanında işləyirəm də. Mən hələ universitetə qəbul olmamışdım və mən hələ hansı ixtisasa qəbul olacağımı bilmirdim, yəni bal toplamaqdan asılı olduğuna görə. Hüquqşünas olmaq istəyirdim və mən evdə deyirdim ki, mən hansı ixtisasla məşğul olacağımdan asılı olmayaraq mənim məqsədim odur ki, mənim işlədiyim yerlə bağlı deməsinlər ki, filan şirkətdə filan kəs də var. Fatimə də var. Deməsinlər, desinlər ki, filan şirkət yəqin yaxşı yerdə orada Fatimə işləyir. Yəni bu dərəcə mən hələ 15 yaşım var idi, 14 yaşım var idi. Mən istəyirdim ki, mən tanınım gördüyüm işlə. Yəni bu mənə indinin trendi kimi gəlmir də, bilmirəm. Yəni 10 il əvvəl mən bunu istəyirdim deyə. Və mən bilirdim ki, mən mediada olmayacağam da, mən hüquqşünas olacağam, uzaqbaşı yaxın bir ixtisasda məşğul olacağam. Yox, tamamilə razıyam. Bu gün yəni indi bu dəqiqə yox, bu il yox. Elə son illər, hə. Məncə çox böyük təsiri var. Birincisi tanınma hissi məncə bəzi insanlarda sadəcə onu tətmin etməyə ehtiyac olur. Yəni bəzi insanlar sadəcə istəyirlər ki, gördükləri iş göz qabağında olsun. Arxa fonda işləməyi sevənlər də var, qabaqda işləməyi sevənlər də var. Bir digər faktor da odur ki, əmək haqqı ya da təkliflərə də çox böyük təsir göstərir. Yəni mən özüm belə özəl sektorda işləyəndə bir hüquq firmasına məsələn təklif almışam, o aktiv bloqu işlətdiyim dövrdə. Sırf bloqa görə. Yəni mənim orada 3000-nə qədər çox da deyil, izləyicim var idi. Və əksəriyyəti açıq tələbələr və gənc mütəxəssislər idi. Yəni hüquqşünasa müraciət edəcək şəxslər də deyildi. Amma belə bir fikir formalaşırdı ki, mən müştəri bazasına malik ola bilərəm və məni ona görə konsaltinqə dəvət eləmişlər. Getməmişdim çünki mən də istəyirdim ki, mən elə yerə gedim ki, çoxlu müştərisi olsun, yaxşı işləyim. Fatimə, sizcə bu gün məsələn hüquqşünaslardan danışaq da, sizin təcrübənizə əsasən əgər kimsə öz şəxsi brendinq üzərində çalışmaq istəyirsə, onu addım-addım necə qurmaq lazımdır? Şəxsi brendinq əslində çox sosial şəbəkədən misal götürək də, çox fərqli sahələri əhatə eləyir də. Yəni bu məsələn hüquqşünasdırsa, ondan kənarda da bir həyatı var və sosial şəbəkədə qurulan brendinq istər-istəməz onu əhatə eləmək məcburiyyətində olur. Tam da yox. Orada hətta daha yaxşı versiyası göstərilir. Biraz sağlam qidalanır. Elə onu deyəcəyəm. Elə yaşayıram. Elə onu deyəcəydim. Ki məsələn xaricdə hüquqşünas səhifələri var ki, mən özüm də izləyirəm. Yəni onlar sağlam həyata əhəmiyyət verirlər ya da elə görünürlər və idmanla məşğul olurlar ya da elə görünürlər. Və bu müəyyən mənada onlarla bağlı fikir formalaşdırır. Yəni o insan adı gələndə mən artıq onun sağlam həyatını fikirləşirəm və hüquqşünas olduğunu fikirləşirəm. Onlar yüksək populyarlıq topladığı üçün gənclər də başlayanda sosial şəbəkəyə düşünürlər ki, yəni şəxsi brendinqin yaradılmasına müəyyən mənada nümunə kimi götürürlər. Amma hər nümunə götürülən şey uğur
gətirmir deyə düşünürəm. Yəni şəxsi brendinq qurulanda insan birinci özünü tanımalıdır. Yəni həqiqətən o şəxsi brendi qurmaq istəyən bizim yerli mütəxəssis deyək, onun üçün o sağlam həyat əhəmiyyət daşıyır yoxsa yox, sağlam qida əhəmiyyət daşıyır yoxsa yox, onu saxlaya biləcək həyatında yoxsa yox. Çünki şəxsi brendinq insanı olduğu kimi tanıtmaqdır. Onun bütün göstəriciləri ilə, şəxsi keyfiyyətləri ilə, yaşam tərzi ilə, işə yanaşması ilə, işinin keyfiyyəti ilə və s. Və təbii ki, hər kəs də istəyir ki, yaxşı görünsün. Bəli. İlk növbədə özünü tanısa, məncə, yəni bilsə ki, nə o həqiqətən odur, nə onun parçası deyil, ona aid deyil. Bax deyək ki, bir nəfər çox sevir fast foodları. Yəni bütün günü belə qidalanır. Aydındır ki, səhv edir sağlamlığına filan ziyandır, amma belə yaşayır da, bu sevir. Sizcə onu elə formada mı göstərməlidir? Məncə yox. Şəxsi brendinqin qurulması üçün çox da sağlam bir addım deyil. Çünki amma bunun səbəbini indi qeyd eləyəcəm. İş mühiti elədir ki, bizim çox təəssüf ki, xarici görünüşə, qidalanmaya, hər şeyə fikir verilir. Və mən elə bir кейslə də üzləşmişəm, bir başqasının, yəni bir tanıdığımın həyatında ki, o məsələn intervyuda uğursuz olub, artıq çəkisinə görə və deyiblər ki, yəni o özünə baxa bilmirsə, işə münasibəti nə olacaq ki, bu çox səhv yanaşmadır, təbii ki. Yəni o fast food o yanaşmanın formalaşmasına hardasa səbəb ola bilər, şəxsi brendinqin formalaşması mərhələsində. Ona görə göstərməmək yəqin ki, daha yaxşıdır. Əgər məqsəd burada güclü karyera qurmaqdırsa, əgər məqsəd burada ancaq yaxşı tərəfləri göstərməkdirsə, ki, zaten sosial şəbəkədə əksər hallarda ancaq yaxşı tərəflər də göstərilir. Amma sırf dürüst olmaq istəyirsə kimsə, onda Aydındır. Bəs şəxsi brendinqin qurulması ilə bağlı sizcə ən çox bizdə hansı səhvlər edilir? Yenə o qeyd etdiyim ilk yəqin insanlar özlərini tanımadan tanıtmağa çalışırlar. Yəni özünü tanımaq nədir? Biz özümüz haqqında nəyi bilməliyik ki, şəxsi brendinqimizi də yaxşı Məsələn, mən deyə bilərəm ki, mən səhər 6-dan axşam saat 12-yə kimi çox intensiv işləməyi sevirəm və çox mənə motivasiya yaradır bütün günü, gecə-gündüz işləmək. Amma realda elə deyilsə və mən axşam saat 8-də yoruluramsa, bu şəxsi brendinqin qurulması üçün uğurlu bir addım deyil də, bu sağlam deyil. Çünki müəyyən mərhələdə mən artıq onu göstərəcəm, biruzə verəcək ki, mən səhər 6-da oyanıb işləməyi sevmirəm. Mən səhər 9-da işə getməyi xoşlayıram. Yəni ona görə özünü tanımaq onu nəzərdə tuturdum. Bir də özünü təqdimat bacarıqlarını inkişaf etdirməkdən də istəyirəm danışaq. Çünki müasir dövrdə yəni bunsuz artıq mümkün deyil. Bir də vacib deyil ki, məhz sosial media, məsələn, iş yerində hər hansısa bir işi görür, amma rəhbərin gözündən o işçi daim qaçır, başa düşə bilmir ki, o nə işlər görəsin, amma digəri daha yaxşı özünü təqdim edir, özü haqqında daha çox danışır deyə. Yəni hər kəs elə bilir ki, çalışqan olan odur. Ona görə bax burada adam özünü həm iş həyatında, həm müdirin yanında necə düzgün təqdim etməlidir ki, yəni başa düşsünlər ki, əslində o bacarıqlıdır. Bu elə bir şeydir ki, o özünü təqdimat bacarığı çox uşaqlıqdan gələn bir şeydir, ailədən gələn bir şeydir. Yəni kimə ki mən özüm fikir verirəm, kimə ki valideynləri tərəfindən əl çalınır həmişə, onlar çox rahat özlərini təqdim edirlər, gördükləri işi təqdim edirlər ki, bunu mən eləmişəm. Kim ki amma gördüyü heç bir şey bəyənilmir, elədiyi heç bir şey bəyənilmir, o elə gələcəkdə də iş yerində sakit qalır, göstərməməyə çalışır. Bəlkə də gördüyü iş mükəmməldir, amma onu göstərməməyə çalışır. Və bir də özü də görmür ki, əslində mükəmməl görür. Ki, mükəmməl görür. Bəli, o ona standartda elə də olmalıdır kimi yanaşır. Mən bunu eləməliyəm kimi yanaşır. Əslində iş göstərir ki, ümumiyyətlə həyat göstərir ki, göstərməyənlər, kim ki özü təqdim eləmir, öz gördüyü işi yaxşı təqdim eləmir, çox vaxt demirəm, həmişə çox vaxt görünmür. Ona görə ilk növbədə burada yəqin valideynlərə düşür iş ki, onlar gərək uşaqlarına əl çalsınlar. İkinci növbədə də gənclərin özünə ki, daha özgüvənli olmaq lazımdır iş yerində. Yəni səhv də ola bilər, düz də ola bilər. İlk başlayanda hamımız səhvləri eləyirik, mən də eləyirdim, yəni bu okeydir. Amma gördüyün işi həqiqətən göstərmək lazımdır ki, bunu mən eləmişəm, arxasında durmaq lazımdır, səhvi ilə, düzü ilə. Ki, sabah düz olanda da hamı bilsin ki, o oradan gəlib o iş. Bu gördüyün işi göstərmək deyəndə, məsələn, bir çoxları, belə bizim efirdə konsultantlar da gəlib deyirdi ki, siz aylıq, hətta sizdən tələb olunmasa belə, rəhbərliyə hesabat göndərin ki, mən bu ay ərzində bu işləri gördüm, bunların öhdəsindən gəldim. Məsələn, sizə nəsə adi və gündəlik gəlirsə belə, rəhbərliyə amma bildirmək lazım. Yəni, mail atın ona ki, mən belə elədim. Sizcə də bu üsullar yaxşısa, başqa daha hər hansısa bir formada və ya hər gün sadəcə otağına gedib məruzə etmək lazımdır ki, mən bu gün də işlədim?
Bilirsiniz, hər gün otağa getmək çox vaxt alınmır, çox vaxt produktiv deyil, ümumiyyətlə səmərəli deyil. Bəzi hallarda subordinasiya elə olur ki, kiçik hüquqşünasa tabedir və yaxud başqa hüquqşünasa tabedir və ümumiyyətlə heç rəhbərin üzünü görmür, yəni bir bilavasitə rəhbərini görür sadəcə. Bu hallarda məruzə eləmək qeyri-mümkün olur. Düşünürəm ki, elə e-mail formasında hesabatların təqdim olması. Mən bu günə kimi işlədiyim hər yerdə o hesabatlar olub, aylıq hesabatlar məcburi olub və mən onları istəsəm də, istəməsəm də təqdim eləmişəm. Amma düşünürəm ki, onların təqdim olunması, bir də ümumiyyətlə nəsə bir işlə bağlı prosesdə əgər necə deyim, insan mövqe bildirirsə ki, mən hüquqşünasam da, mən hansısa bir mübahisəli məsələ olur ki, bunu necə edək, mən mövqe bildirirəm. Onu şifahi bildirdimsə, mən davamında onu yazılı da yazıb bilavasitə rəhbərimə göndərirəm ki, o həm yazılıda qalsın, sabah elə olmasın ki, mənim demədiyim bir şey ya da dediyim bir şey nəzərə alınmasın, demədiyim bir şey nəzərə alınsın və s. Həm də ki, o hesabatlılığı təmin eləyir eyni zamanda. Məncə burada bir də ən çətin məsələlərdən biri odur ki, məsələn sən uzun illər bazarda bir istiqamət üzrə tanınırsan. Məsələn siz hüquqşünas kimi tanınırsınız. İndi sabah nəsə baş verdi, siz ifaçı olmaq istədiniz də məsələn və ya rəssam olmaq istədiniz. Fərqli bir sahəyə, əks tamamilə bir sahəyə keçmək istədiniz. İndi bunun bəs necə olacaq? Yəni əvvəl etdikləriniz indi özünüzə qarşımı gələcək, insanlar deyəcək ki, sən nə vaxtdan başladın oxumağa, ya da ki qəbul etməməyə başlayacaqlar. Yəni burada necə keçid dövründə necə düzgün yenidən təqdimat etmək olar? Özünü necə yenidən mövqeləndirməlisən? Keçid dövrü əslində mən özüm onu o qədər necə deyim, ani və tamamilə tərs başqa istiqamətə keçid olmayıb. Amma mən özüm konsaltinqdə işləmişəm və mənim ixtisaslaşdığım bir neçə sahə üzrə işləyirik biz konsaltinqlərdə hüquqşünaslar, amma konkret bir sahə var idi ki, həmin sahə üzrə bütün müştərilərin işlərinə mən məşğul olurdum. Hətta mənə kənardan layihələr göndərilirdi ki, onu eləyim. İndi sahənin adını sadəcə çəkmək istəmirəm. Və mən belə deyim də, vəkil olanda belə, məsələn, vəkillər kollegiyasının üzvüyəm də, aktiv vəkillik fəaliyyəti ilə məşğul olmuram, çünki mənə o gördüyüm iş, əvvəldən konsultant olaraq gördüyüm iş daha yaxındır hüququn içində. Və mən birdən-birə dövlət orqanına keçdim, tamamilə o sahədən uzaqlaşdım, onunla bağlı heç nə eləmirəm və yeni bir iş mənim üçün yarandı, yeni bir iş strukturu, yeni fəaliyyət sahələri və istiqamətimi dəyişəndən sonra artıq özümü təqdim eləyəndə mən deyə bilmirəm ki, mən konsultant olaraq bunu eləyirdim. Çünki bugünkü gündə mən ona məşğul deyiləm. Çətin olur özünü yeni təqdim eləməyə başlamaq, hansısa yeni sahə. Mən şanslı idim o cəhətdən ki, mən fəaliyyət göstərməyə başladığım sahədə çox uzun müddətli könüllülük fəaliyyətim olmuşdu. Həm tələbəlik, həm konsultant olaraq işlədiyim dövrdə çox uzun müddətli könüllülük fəaliyyətim olmuşdu və layihələr idarə eləmişdim. Geniş də təcrübəm var idi. Düşünürəm ki, heç olmadığı bir sahə olsaydı, yəqin ki, çox böyük çətinlik çəkərdim özümü yeni təqdim eləmək üçün tamamilə yeni mənə yad bir sahədə. Və məncə birbaşa kəskin keçid orada yəqin ki, mümkün deyil. Sən yavaş-yavaş olur. Bir də yəqin ki, yəni müğənni olmağa qərar verən bir hüquqşünas götürək misal olaraq, düşünürəm ki, onun deməli qabiliyyəti var da ona artıq və o özü bilir ki, o hüquqşünaslıqla paralel onu necə yavaş-yavaş başlamalıdır tanıtmağa da, anidən hüquqşünas kimliyini bağlayıb sadəcə müğənni olaraq çıxış eləməyəcək. Onun üçün də bir xüsusi strategiya hazırlamaq lazımdır ki, necə etmək olar, aydındır. Bəs yüksəlişdə qalib gəlmək üçün siz necə bir strategiyadan istifadə etdiniz? Yüksəlişdə qalib gəlmək üçün yüksəlişə qatılan heç kim əslində bilmir də, yəni ki, qalib gələcək. Hamımız o məqsəd üçün hazırlaşırıq. Mənim üçün bu, mən sadəcə hər növbəti mərhələyə keçmək istəyirdim. Mənə maraqlı idi və mən həqiqətən, mənim hətta yadımdadır ki, mən idarə etmə qabiliyyəti mərhələsindən yarım finala keçəndə keçirdiyim sevinç hissi finalda qalib olandakından çox idi. Daha çox idi, bəli. Mən onda dəhşətli çox sevinmişdim. Çünki mənə yarım final, o ilk əyani mərhələ çox maraqlı idi ki, necə olacaq. Ondan qabaqkilər onlayn, yəni onlayn yox, kompüter arxasındaydı da binada. Ona görə mən hər növbəti mərhələyə keçmək istədim və ona hazırlaşırdım. Mənim üçün rəqəmsal çətin idi. Mən hüquqşünasam və riyaziyyatla aram çox da yaxşı deyil. O mərhələdə məsələn çətinlik çəkmişdim. Hazırlaşmaq üçün sınaq imtahanının sualları var idi, verilmişdi bizə. Onların oxşarlarını internetdə tapmışdım. ChatGPT-yə yükləmişdim ki, mənə analoji suallar yaratsın və onları işləyim təzədən test olaraq. Yəni çoxlu test işləyib sadəcə əlimi öyrəşdirib girmişdim imtahana.
Digər mərhələlərdə düşünürəm ki, artıq orada daha çox elə qabiliyyətlər yoxlanır ki, onlar insanda ya var, ya yoxdur. Yəni biraz idarə etmə qabiliyyətinin elementləridir deyə onlar iş prosesini inkişaf eləyən, yaxud da ki, həyat təcrübəsindən gələn qabiliyyətlərdir də, yumşaq bacarıqlardır. Onlar elə deyil ki, oturum bir kitab oxuyum və bacarım. Onun xüsusi bir hazırlıq strategiyası yəqin ki, olmur. Yəni ki, onda texniki tərəfdən demək istəyirsiniz ki, zəif olanda onu necəsə bərpa etmək olur, öyrənirsən, məşq edirsən, amma artıq o səriştələr olmalı idi sizdə. Bəli, belə yanaşma. bəli. Bəzilərini hardasa inkişaf elətdirmək mümkün olardı. Məsələn, strateji düşüncə qiymətləndirilirdi orada da. Strateji düşüncəni inkişaf elətdirmək alınır, çünki internetdə bununla bağlı çox resurslar yaxşıdır. Кейslər var, konkret keyslər ki, məsələn, filan layihəni icra eləmək istəyirsiniz, 5 illik plan qurmaq lazımdır və s. və onun üzərində hardasa test eləmək, yoxlamaq olur, təcrübədən keçirmək olur imtahandan qabaq. Nə tələb eləyir ki, yəni maliyyə aspektini, insan resursları aspektini, bir neçə aspekti nəzərə almaq lazımdır. Strateji düşüncə budur və uzun müddətli nəzərə almaq lazımdır, hamısını riskləri görmək lazımdır və s. Yəni onu hardasa inkişaf elətdirmək olur, amma digərləridir ki, komanda işi, liderlik, qərar vermə, bunlar illərlə toplanan və inkişaf elətdirilən bacarıqlardır daha çox. Bir də deyirlər ki, strateji bacarığı inkişaf etdirmək üçün şahmat çox yaxşı təsir edir. Siz şahmat oynaya bilirsiniz. Oynamamışam. Və strateji bacarığınız? Amma bacarır, o 100% o öyrədir. Çünki o da gələcəyi təxmin eləmək, o düzgün qərar verməyi tələb eləyir. Bir neçə addım əvvəlcəsi Bir neçə addım hesab. Amma sizdə strateji bacarıq yaxşı idi. Bəli. Siz necə onda inkişaf etdirmişdiniz? Necə oldu sizdə o Mənim yaxşı? elə konsultant olaraq işim konsaltinqdə bundan əlaqəli idi. Yəni yeni fəaliyyətə başlayan xarici bizneslər Azərbaycanda onların planının qurulması idi ki, qanunvericiliyə uyğun biznes, vergi və s. sahələrində, yəni həm gömrük tələblərinə cavab versinlər, həm vergi tələblərini həm optimallaşdıraq ki, çox vergi ödəməsinlər, yəni harda mümkündür və s. qanuna uyğun şəkildə. Yəni bundan ibarət idi deyə mən artıq onlara o planı quranda 18-19 yaşımda mən bu sahədə işləmişəm. Mən onların 5 il sonra, 10 il sonrakı riskini görürdüm, qiymətləndirirdim. Yəni işlədiyim sahə idi deyə mənə yad deyildi. Və sizcə çox belə 18-19 yaş məncə düşünürəm ki, tez hesab Üçüncü edilir kursdan də. mən işləyirdim bəli. Hə, bu dövrdən işləməyə başlamaq, sizcə onun necə bir təsirini hiss edirsiniz indiki işinizdə? Mən məktəbə də 5 yaşımda getmişəm. Yəni mən həmişə Tələsmisiniz. bəli, həmişə elə olub. Yəni mən həmişə 1 yaş, 2 yaş balaca olmuşam olduğum mühitdə. Ona görə bu mənim üçün qeyri-adi deyildi. Hətta mən 19 yaşında, yəni özümü çox rahat hiss edirdim 18 yaşında işdə. Sanki elə mən illərlə işləmişəm kimi idim. Mənim 3-cü kursum karantinə gəldi, düşdü. Yəni yanvardan artıq karantin girdi və dərslər onlayna keçdi. Evdə darıxırdım, vakansiyalara baxırdım. Yəni elə qərar verdim ki, işləməyə başlayacağam ki, evdə oturmayım da bütün günü. Erkən işə başlamaq da bu daha yaxşı müsbət nəticə verdi. Mənim üçün çox müsbət nəticələr verdi. Hər halda mən də belə düşünürəm. Bu gün yüksəlişin qalibisinizsə, deməli təsiri yaxşı olub. Ümumiyyətlə yüksəliş müsabiqəsinə bax hazırlıqlardan istəyirəm danışmağa davam edək. Psixoloji baxımdan mental olaraq bəs necə özünüzü hazırlayırdınız? Bəzi insanlar var ki, qaliblər var. Bizə məsələn gəlib danışır ki, mən bir neçə gün tək yaşadım, sakit, heç kimi görməyim deyə, heç kimlə mübahisəm, bir problem. Məhz həmin o final, yarım final mərhələsində heç kimlə bir problemim falan olmasın deyə sakit qalmağa ehtiyacım var idi. Məsələn, belə edənlər də var. Bəziləri deyir ki, yox, mən sevdiyim insanlarla çox vaxt keçirirdim ki, onlar mənə müsbət enerji göndərir və s. Sizin üsul nə idi psixoloji olaraq hazırlıqda? Orada iki faktor var. Mən adətən ümumiyyətlə son gecəyə kimi, son saniyəyə kimi hazırlaşan insanlardanam imtahana, yəni səhərini də durub hazırlaşıb elə gedirəm və mən yarım finalda onu elədim. Çox son saniyəyə kimi nəsə bir baxmağa çalışdım ki, onu da oxuyum, bunu da görüm nə etmək olar və s. Və o məni çox yordu və çox gərgin getmişdim yarım finala əslində, çox yorğun getmişdim. O qədər intensiv olacağını gözləmirdim ki, səhərdən axşama kimi biz dayanmadan yarışacağıq da. Amma finalda artıq bundan dərs çıxardaraq son 2 günü heç nə eləmədim. İşdə də iş yoldaşlarım sağ olsunlar, yəni mənim işlərimi götürdülər ki, mən biraz istirahət eləsin beynim. Belə, amma sırf evdəki mühit, mən daha çox ailəmlə, mənə daha xoş idi ki, onlarla oturum. Onlar da sağ olsunlar ki, məni yola verirdilər həmin 2-3 gün ərzində. Yəni o kim ki qeyd eləyib, heç kimi görməyim, heç kimlə konfliktli situasiyam yaranmasın da. Məndə sadəcə evdəkilər məni yola verirdilər ki, onsuz da stresslidir, biraz da biz stres yaratmayaq. Amma onlarla olmaq məni daha belə mental olaraq yaxşı hiss etdirirdi imtahana qabaq. Yüksəliş müsabiqəsində siz fərqli insanlar görürdünüz. Demək olar ki, ölkənin ən yaxşı idarəçiləri, ən yaxşı peşəkarları ilə bir yerdə idiniz. Və məsələn orada sizi ən çox təəccübləndirən, yaxşı mənada və ya ən çox öyrəndiyiniz nələr oldu? Məsələn, həmin dövrə qədər biraz başqa cür yanaşırdınız, amma müsabiqə vaxtında başa düşdünüz ki, belə də olar.
Mən açığını desəm heç vaxt əvvəlki illərin statistikalarına baxmamışdım. Mən düşünürdüm ki, dövlət orqanlarından daha çox qalib olur, amma özəldən daha çox olurmuş. Onu gördüm. Sonra mən düşünürdüm ki, daha çox qaliblər olur, daha belə ənənəvi inzibati sahələrdən, inzibati vəzifə sahələrindən də bu olsun hüquq, maliyyə, yəni bunlardan. Amma mən yarımfinal və finalda gördüm ki, kiber təhlükəsizlik mütəxəssisləri, IT mütəxəssisləri var idi, dizaynerlər var idi, arxitektura ilə məşğul olan mühəndislər var idi, bəli. Yəni elə ixtisasların nümayəndələri var idi ki, bizim qaliblərin arasında psixiatr var. Yəni çox fərqli backgroundlardan, çox fərqli sahələrdə işləyən insanlar qalib olur. Ona görə həm qalib olurlar, həm yarımfinal, finalda iştirak edirlər. Bu məni müsbət mənada çox təəccübləndirmişdi. Növbəti yüksəliş müsabiqələri baş tutsa və ona kimsə qoşulmaq istəsə, bax həmin insanlara nələri tövsiyə edərdiniz? Nəyi bilsin? Necə hazırlaşsın? Özü olsun. Bu çox vacibdir. Çünki mən hazırlaşmağa başlayanda mənə bu deyildi ki, özün ol. Mən ötən ilin qaliblərindən birindən məsləhətləşmişdim. O mənə dedi ki, sadəcə özün ol, bəs eləyəcək. Amma sonra mən yarımfinal, finala gələndə əvvəlki illərdə yarımfinal, finalda iştirak eləmiş iştirakçılar var idi də. Onlar da bizlə iştirak edirdilər. Mənim ilk yarımfinal, finalım idi. Və orada iştirakçılar da deyirdilər, ya da daha əvvəlkilərin qalibləri də bəziləri deyirdilər ki, məsələn kimsə deyirdi ki, çox sakit olmaq lazımdır. Yəni sakit durmaq lazımdır, çox mübahisə yaratmamaq lazımdır, konflikt olanda güzəştə getmək lazımdır və s. Kimsə deyirdi ki, çox səs-küylü olmaq lazımdır. Lövhənin qırağında oturmaq lazımdır. Masanın ortasında oturmaq lazımdır. Yəni tam orta yerdə. Bəli, elə fərqlər göstərir. Ya da ki, oturandan sonra cümləyə birinci başlamaq lazımdır. Mən gəldim, ilk oyunda oturdum və gördüm ki, bu mümkün deyil də cümləyə birinci başlamaq. Yəni təşəbbüskarlıq sərgiləmək üçün necə eləyə bilərəm? İnsanlar danışırlar artıq mən gələndə. Hamıya deyə bilmərəm ki, dayanın bir dənə mən giriş eləyim. Ona görə düşünürəm ki, əsas orada o tövsiyələri nəzərə almamaq və sadəcə özün olmaqdır. Yəni iş prosesini necə isə, iş prosesində də elə an olur ki, güzəştə gedirik ki, sadəcə yola verək nə isə, yaxud da ki, öz fikrimizdən, yəni ki, çox prinsipial deyilsə, elə an olur ki, biz sona qədər gedirik ki, yox, mən deyən düzdür. Yəni konfliktli anda olur, çox sakit, mülayim bir iş mühiti də olur, çox mehriban olduğumuz, güldüyümüz anlar da olur. İş mühitində bir peşəkar olaraq necə isə, orada da eyni elə olmaq lazımdır. Hansısa bir çox ciddi konfliktli vəziyyət yarananda və bütün komandanın tutaq ki, maraqlarını zədələyəndə, tutaq ki, kimsə digər hamıya mane olur da. Burada susmaq və çox xoşniyyətli olmaq da yaxşı bir şey deyil. Yəni yola vermək ki, okey, hiss edirəm ki, belə bir situasiya olub deyəsən sizdə. Mütləq ki, olur yarımfinal, finalda. Yəni olur ki, komanda üzvü olur ki, digərlərinə məsələn imkan vermir danışsın və s. Və orada artıq sadəcə mən yaxşı bal topluyum, mənə deməsin, ekspert yazmasın ki, konfliktlidir, ekspert yazmasın ki, reaksiya verdi. Onun üçün oturum susum, bu da məncə düzgün deyil. Necə müdaxilə etdiniz? Mən sadəcə orada dedim ki, gəlin səs vermə keçirdək və hamının fikri nəzərə alınsın. Yəni həmin məqamda heç nəzərə də alınmadı bu dediyim, amma mən onu deməliydim, çünki mən orada sussam, bəlkə də mən hardasa bilmirəm, hal-hazırda nə qiymətləndirilir, necə qiymətləndirilir, bəlkə də mən hardasa daha düzgün davranmış olardım, yəni daha etik, yaxud da ki, daha mülayim görünərdim, amma mənim gözümdə orada hamının susmağı və fikir səsləndirə bilməməyi, ancaq bir şəxsin danışmağı o səhv idi. Yəni işdə də elə anlar olur və reaksiyamızı bildiririk, iradımızı bildiririk. Düşünürəm ki, yüksəlişdə də yarımfinal, finalda necə isə işdə elə olmalıyıq. Yəni hardakı reaksiya bildirəcəyimiz məqamda reaksiya bildirməliyik. Aydındır. Fatimə, çox sağ olun gəldiyinizə görə. Çox xoş oldu bugün sizinlə həmsöhbət olmaq. Mən sonda bir daha xatırladım ki, bugünkü həmsöhbətin 5-ci yüksəliş müsabiqəsinin yeganə xanım qalibi olan Fatimə Eyyub idi. Biz onunla birlikdə həm yüksəlişdəki qalibiyyət, həm də iş həyatında şəxsi brendinq və özünü düzgün tanıtmaq haqqında danışdıq.